Evet, Azerbaycan ordusu Karabağ konusunda gerçekten büyük bir galibiyet kazandı, büyük bir zafer kazandı. Şimdi artık Ermenistan Milli Meclisi'nde de anayasa değiştirildiğinde artık hiçbir sorun kalmayacak. Kuzey Kıbrıs Türk Cumhuriyeti artık tanınması için hiçbir engel kalmayacak. Sence bu adım atılır mı? Yəni bildiyim qədərilə inşallah ki Ermənistanda anayasada dəyişiklik olarsa, yəni onlar bizim ərazi iddialarımızdan, Qarabağdan və digər Azərbaycan torpaqlarına ərazi iddialarından vaz keçərlərsə, təbii ki də Zəngəzur dəhlizi zaten açılacaq. Zəngəzur dəhlizinin açılması, hansı ki trip yol deyirik hal-hazırda, bunun açılması ilə zaten bizim üçün heç bir əngəl qalmayacaq və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin tanıyan Türkiyədən sonra birinci dövlət Azərbaycan Türk Cumhuriyyəti olacaqdır. Bunu da buradan deyirəm. Çünki Azərbaycan Respublikası yeganə dövlətdir ki, Türkiyədən sonra Kuzey Kıbrısla ilgili tanıtım günlərinin keçirildiyi, hansı ki Azərbaycanın tarixinin yaşadığı içəri şəhərdə Kuzey Kıbrıs'ın o şanlı böyük bayrağı Ki dalgalandı. 2023 yılında da Milli Meclis Dostluk Grubu